Salam dostlar, necəsiz? Mən bu futbol klubunun prezidenti olsaydım nə edərdimin birinci bölümünə hamınız xoş gəlmişsiniz. Bu bir Real Madrid üçün sağ qalma hekayəsidir. Təsəvvür elə sezon başlayır, pul demək olar ki yoxdur, zədələr artıq siyahıdan daşır və sən prezident kürsüsündəsən. Mən üç cümləni belə deyərdim. Bu mövsüm şou yox, ağıl mövsümüdür. Bu ultra hard moddur. Hamınız xoş gəlmişsiniz. Hazırsınızsa başlayaq. İlk oyunlar göstərir ki, vəziyyət ürəksan deyil. Müdafiə hər maç dəyişir, orta sahə temp tuttura bilmir, hücum fərdi bacarıqlara ayaqdadır. Bu yerdə bir şey başa düşürəm. Bu heyət köhnə vərdişlərlə davam edə bilməz. Bu qədər risk etməsən, mövsüm oktyabrda bitər. Sistem dəyişikliyi. Mən qərar verirəm ki, 4-3-3 sistemi bağlanır. Yeni sistem 3-4-2-1 sistemidir. Bu sistem zədələri gizlədir, komandanı yığcam saxlayır və panikanı azaldır. Real Madrid artıq hər oyunu udmur, amma oyunu uduzmamağı öyrənir. Arda mövzusu çox həssasdır. Onu ya yandırırsan, ya da böyüdürsən. Mən Ardanı ehtiyatdan oyuna salıram, azad rolda oynadıram, səhvinə görə isə cəzalandırmazdım. Ondan Messi yaratmaq istəmirəm. Mən oyunu ağıllı istəyirəm. Və yavaş-yavaş görürsən. Avro top gizlətmir, top istəyir. Oktyabr-noyabr arası Real Madrid belə oynayır. 1-0, 2-1, bəzən isə 1-1. Gözəl futbol deyil, amma yetkin futboldur. Komanda artıq dağılmır. Bu çox vacibdir. Dekabrda açıq-aşağı görünür. Bu heyət bu tempdən mövsümü bitirə bilməz. Pul hələ də məhduddur. Amma mən bilirəm, yanvarda 3 ağıllı addım lazımdır. Böyük ulduzlar yox, amma funksional oyuncular var. Transfer 1. Mario Hermoso, sol stoper. Üçlü müdafiə üçün ideal, təcrübəli, amma baha deyil. Transfer 2. Wilfred Ndidi. Fiziki güc, müdafiə yönlü olsasa, bu komandaya tarazlıq gətirəcək. Jeremy Frimpong. Kirayə, sağcına, enerji, pressing və sürət. Bu transferlər başlıq üçün deyil, bu transferlər mövsümü başlamaq üçündür. Fevralda kritik bir oyun gəlir. Hamı deyir, burada dağıdacaq, amma Real Madrid geri düşür, panik olmur, oyunu buraxmır. Bu nöqtədə deyirsən, bu komanda artıq ölmür. Çünki bunun başında mən varam. Mart ayına girəndə Arda artıq start 11-ə yaxlaşır. Oyunu yönəndirməyə çalışır, məsuliyyətdən qaçılır. O artıq perspektiv deyil, planın bir hissəsidir. Sezon sonu, kubok bəlkə yox, çempionluq real deyil. Amma komanda dağılmır, gənclər qazanıldı, sistem oturuldu. Bu mövsüm Real Madrid zirvəyə çıxarmadı, amma bir şey etdi, onu yenidən ayağa qaldırdı. Bəzən futbolda qalibiyyət, kubok deyil, sabah üçün qurulan bir plandır. Əgər sən prezident olsaydın, bu transferləri edərdin, Ardaya bu qədər güvənərdin, bu riski alardın. Rəylərdə yaz, videonu bəyən, abunə ol. Çünki bu kanal asan futbol üçün deyil, bu kanal ultra hard mod üçündür. İkinci bölüm üçün yorumlara yazmağı unutma.